Herkes salam uşaqlar, necəsiniz? Anlayığım deyirəm ki, yaşsınız. Bugün sizlərlə bir yerdə mükəmməl bir videoyla qarşınızda. Bugünkü videomuzda uşaqlar 2 dənə takipçimi gətirmişəm. Bir-biri ilə vs atdırıb hansının udacağını görəcəyik. Təkgüllə danışmışıq. Görək nə oynayacaqlar, yəni necə oynayacaqlar. Bunlar ilk roundlarını oynayarkən sizə kanala abunə olub, like atıb, bildirimləri də açmağı unutmayın. Uşaqlar, bir dənə yorumları falan doldurun, spamlayın da, yəni məntiqli yorumlardan falan, yaxşı yorumlar falan yazın. Çünki bir də like'larınızı əsirgəməyin. Çünki video başqa şəxslərin də qarşısına çıxsın da. Yəni like falan o işə yaradır. Like-dan falan pul falan götürmürük. Yalnız mənim kanalımın pul qazanması belə açıq deyil. Amma dəstəklərinizi göstərsəz, yəqin ki yaxın vaxtda onunla açacaq. Yəni az bir şey qalıbdır. Allah yelək vurur. Görək hansı vuracaq. Elə çox sıxıcı olmasın. Ona görə oyun barədə danışmayacağım. Qaqa nağardın sən indi burada danışmayım neyniyim. Hə. Yəni ona görə özüm üçün elə belə söhbət eləyəcəm. Siz də oyunu ilk roundumuzu Samuray aldı. Bu arada birisi mənim klanımdadır. Birisi də Azey Pələng YouTube'un klanındadır. Bəlkə tanıyasınız, bilmirəm, YouTuberidir o da. Yarım mindən çox abunəsi var. Onun da kanalına abunə ola bilərsiniz. Yəni birisi də dediyim kimi, yəni Babu Ahmet, yəni onun kanal nədir? Klanındadır. Samuray isə mənim klanımdadır. Görək hansı tutacaq, onu elə belə klan vs falan deyil, mırta videoda. Mırta video çəkirik. Çünki bilmirdim, hər bir nəfər dəsən Ahmet yazmışdı mənə video çəkməyin dərdindən. Yəni dedi ki, video çəkək Qaqa birlikdə. Dedim elə mən də kakraz video axtarıram. Gəlsin çəkək. Sonra da oyuna girəndə Samuray dəvət atdı. Elə buradan belə genişmələr əmələ gəldi. Yaxşı oldu elə. Mən də qısaca görürsünüz. Özüm oynamıram. Qəşəkcə video falan da çəkirəm. Kasmıyor falan. Allah, qardaş dropun altı qaldı. Prost sanı elə belə getdi. Görək hansını inəyəcək, necə olacaq. Samuray biraz uzaqlara gedir. Bilmirəm. Dəsən bilmirəm şeylər. Qəşək. Allah yelək falan tarayırlar. Allah bir-birini bunlar. Zambazan tarama gedir uşaqlar. Görək nə edəcəklər, hansı utsa, yəni mənim üçün problem yoxdur. Qəti klan falan, klanlıq falan bir şey yoxdur. Yəni çünki elə belə oynayırıq da. Bu elə belə keçən bir oyundur. Hə, dedim ki uşaqlar, bu videoda sizlərdən keçən videoya 40 like istəmişdim. 81 like gəlmişdi keçən videoya. Bu videoda da bir çıtayı bir tık artıracaq. Yəni 50 like istəyəcəm. Baxaq 50 like gələcək bu videoya. İzlənməsindən keçən bir şeydir. Vaxt falan düzəldəcəm videoyu. Axşam falan çox gec açanda video yəni izlənmir, yaxşı izlənmir. Saat 2-yə falan, yəni elə günə ayarlayacağam, saat 2-də falan atacağam bunu videoyu. 2-də, 4-də bax elə atacağam. Çünki YouTube statikalarından da baxıram. Mənim izləyicilərimin yəni 00 vaxtda saat kask falan qalmadı işinə. Saat yəni 12-də falan mənim izləyicilərim mənim kanalıma çox az izləyən kitlə var. Amma saat 18:00, yəni saat 6-da falan, yəni normal izləyənlər var. Xeyli izləyicilərin bir çox elə demək olar ki 18:00-da izləyir və bir də 12:00-da günorta yaxşı izlənmələr, yəni oradan başlayır. Saat 18:00-a qədər taradı Samuray ikinci kilini almağı bacardı. Qəşəkcə oyun gedir bu arada. Elə biz necə deyim, təkgüllə deməyim. O məsələn bilmirəm, bəlkə baxıbsınız o yayıncılarda falan olur da, o 2 bədən 2 kafa 2 bədən bax elə bir şeylər olur. Prosto bunlar konkret taradı. Yəni silah dəyişə falan da yelək vurmur. Konkret tapdadab taradılar. Görək Ahmetdən bir dənə comeback gözləyirəm. Çünki yoxsa mənim videom çox qısa olacaq. Həqiqətən. Yəni 7-8 eləməyək də, bunu biraz 6-10 dəqiqəlik falan video alınsın. Görək niyə bilirlər, görsünüz klanları. Biri Azey, SNS Asful. Oy. Qəşəksən Ahmet də bir dəfə hoppanda kafa vurmağa bacardı. 2-1 elədi çoxdur. Video biraz artsın deyirdim. Elə qaqaş satanda qoydu. Video artmadı axı məndə indi. Bilmirəm. Option uşaqlar. Məncə bu 2 takipçimin də kanalı var deyəsən. Yorumlardan tapsam ikisinin də kanalını anketlərə qoyacağam. Anket deyirəm. Yadım hər şeyi qatıb qarışdırıram. Yəni
açıqlamaya qoymağı unutmasam açıqlamaya qoyacağam. Çünki məncə birini dəqiq tapıb qoya bilərəm. Samurayı da axtararam, görüm tapa biləcəmmi? Keçib bunların da kanalına abunə ola bilərsiniz. Azərbaycanda necə deyim, hamı YouTuber artıq dəqiqətən Azərbaycanda. Bu da yaxşı cəhətdir. Necə, yəni izləməyə video düzdür. YouTuberlərin artdıqca YouTuberlərin hər birinin izləyiciləri artıq azalır. Yəni kitlələr dəyişir get-gedə, amma əsas odur ki, video tapıb izləmək, yəni normal video tapmaq olur. Yəni oyun videosu belə tapmaq olur artıq Azərbaycanda. Əvvəllər çox az idi, bilirsiniz ki. Amma böyüyək bir dənə 10K, 20K keçəcək Avropa serverində falan. Tanınmış YouTuberlərdən falan, yəni bir də gördünüz Veysə gəldi. Nə bilim, baxarıq da uşaqlar, ya bəlkə ağlımda mükəmməl bir şey var, amma hələ tezdir məncə. Qışda falan eləyə bilərik, bəlkə mən də 2-3K olum ona qədər. Belə bir turnuva düzənləyə bilərik. Oy, Ahmet bir anda vurmağı bacardı qəşəng. Videonun sürəsi artır, Allah əla. Dediyim kimi uşaqlar, ağlımda belə bir şey var. Bütün yəni Azərbaycanda o YouTuberlər var, məsələn 1000 abunə, 800 abunə, bax. Yəni elə YouTuberlərdən yığacam uşaqlar, yığacam deyəndə, yəni kim gəlmək istəsə gələr də, yəni YouTuberlərdən. Sadəcə yəni YouTuberlərə və ya TikTokerlərə özəl Azərbaycanda, yəni bilirsiniz də, yayıncı turnuvası falan olur da, indi arada bəlkə görmüş olasınız. Onun tipini ya sadəcə YouTuber ya da YouTuber TikTokerlər, belə bir şey qurmaq olar. Girişi pulla da, pulsuz da ola bilər. Yəni qazananlar məsələn o yığılan puldan falan da eləmək olar. Yəni bilmirəm da, hər şey eləmək olar. Amma pulla da olsa giriş az olacaq, bilmirəm. Amma yəni maraqlılar da YouTuberlər. 1vs1 hələ adında məsələn adamın VIP olan məsələn o vıtaq olur, yəni necə deyim, ona nə deyirlər, VIP-dən başqa, yəni tağ da, yəni tağ olur. O yaxşıdır. O da olsa vapşım elə bil ki, mükəmməl olar. Azərbaycanda mən bilən 2-3 nəfərdədir deyəsən o tağ, indi bəlkə mən bilmədiyim TikTokerdə falan da var, bəlkə də olmalıdır, bəlkə də TikTokerlərdə falan da var. YouTuberlərdən 3 nəfərdə deyəsən var. Bu arada Ahmet qəşəngcə bir dənə də oturma vəziyyətində 2 dənə yelək, bir yelək, bir dənə də qaz qurdu. Lazak apardı. Bu arada Ahmet 2-0-dan comeback attı. Görək, indi Samuraydan bir dənə comeback gözləyirəm. Comebackdən də bir görək 3-3-ə qalsalar maraqlı olar oyun. Görək video uzanır, yaxşı olur özdə. Hələ nağdı bir nəfər, yəni 4-2 belə qutarsa oyun, normal video alınmış olacaq. Görək, uşaqlar, dediyim kimi 50 like gözləyəcəm bu videoya. Bu videoya əgər 50 like gəlsə yaxşı olar. Çünki like'larımız biraz aşağıdır. Oy, Samuray nə edirsən? Samuray açıq gözlədi, bir dənə kafa qoydu. Mükəmməl uşaqlar, 3-3 oldu. Son 4-cü raundumuza görək kim alacaq. Uşaqlar, dediyim kimi 50 like gözləyirəm. Yəni çox qayıdıb deməyin nə mənası var. İzləyə 50 like gəlsə ya da 500 izlənmə keçsə yaxşı olar. Və yaxud 470, yəni 450 izlənmə plus olsa yaxşı olar. Bu video izlənmələrimiz də artıq düşdü. Düzdür, bilirəm. Artıq əvvəlki kimi, yəni maraqlı içeriklər, yəni necə deyirəm, fərqli içeriklər tapıb paylaşamıram, amma neyiniyək, artıq takipçilərimizlə görürsünüz. Məsələn, arada belə turnuvalarda Yılmaz da verə bilərik. Belə turnuvadan da Mırtı şeydi də, yəni Mırta versəydi, bunun ödüllüsünü də bəlkə sırf takipçilərdən 48 prost. Mən, oy, qəşəngsən Samuray, 4 eləyib oyunu udmağa bacardı. Dediyim kimi 48 odayı mən açmıram, çünki görürəm ki, o da dolmur. Çünki izləyicilərimiz gəlmir odaya. Yoxsa məsələn qurmaq olar və yaxud bəlkə 1vs1, 1vs1, o da uzun vaxt lazımdır da ona da. Önəsə uşaqlar qəşəngcə oyunu qazanmağa bacardılar. Mən bunlarla uşaqlar bir dənə əllərinə sağlıq falan hamısına yazım. Uşaqlar, bu videodan bu qədər idi. Özünüzə yaxşı baxın. Bir sonraki videoda görüşmək üzrə. Sağ olun, salamat qalın.